Salam müəllimlər, axşamınız xeyir. Bu gün sizlərlə dərsimiz didaktik prinsiplərdir. Və qeyd edim ki, müəllimlər, didaktik prinsiplər məktəbəqədər təhsilin məzmununa aiddir və hər biriniz dəftəriniz, qələminiz yanınızda olsun. Çünki açar sözlərlə izah edəcəm. Didaktik prinsiplərimiz önəmli bir dərsdir, önəmli bir mövzudur. Yəni biz didaktik prinsipləri bilməsək, yəni elə bil ki, ana dərsimizdir. Başqa mövzulara keçə bilmərik. Birinci, bunu deyim ki, didaktik prinsiplərimiz 9 dənədir. Nəticə yönümlü didaktik prinsip, uşaq yönümlü, şəxsiyyət yönümlü, inkişaf yönümlü, dünyəvli, tələb yönümlülük, varislik, inteqrativli, Azərbaycancılıq. Və başlayırıq nəticə yönümlü didaktik prinsipdən. Ümumiyyətlə, nəticə yönümlü didaktik prinsip deyir ki, planlı müəllim ol, işini əvvəlcədən qur. İşlərini əvvəlcədən qur, planını əvvəlcədən qur. Əvvəlcədən deyir ki, dərsini qur, planını hazırla, proqramını hazırla. Hər zaman bir B planın olsun, proaktiv müəllim ol, konstruktiv yanaş işlərinə. Yəni tutaq ki, müdir gəlir bizə deyir ki, məsələn, sabah sizin açıq məşğələniz var və yaxud da 2-3 gündən sonra sizin açıq məşğələniz var. Və bu məşğələyə hazırlaşın. Siz də əvvəlcədən uşaqları məlumatlandırırsınız, mövzunuzu seçirsiniz, mövzunuza uyğun resursları gətirirsiniz bağçaya, əvvəlcədən işinizi görürsünüz. Yəni nə əyani vəsaitlər varsa onları hazır edirsiniz. Bu da nə olur? Nəticə yönümlü didaktik prinsip. Yəni siz əvvəlcədən işlərini görürsünüz, əvvəlcədən proqramınızı hazır edirsiniz, əvvəlcədən layihələrinizi hazır edirsiniz. Bu olur didaktik prinsiplərdən nəticə yönümlü didaktik prinsip. Açar sözdə əvvəlcədəndir. Uşaq yönümlü didaktik prinsip isə uşağın meylini, marağını nəzərə alırsınız. Deyir ki, dərs keçirilərkən, yəni məşğələ keçirilərkən uşaqların yaş xüsusiyyətlərini nəzərə almalısınız, öyrənmə tərzlərini, marağını. Məsələn, elə uşaq var ki, yəni başqa mövzuyadır marağı və yaxud başqa oynadır marağı. Həmin uşağın mən potensialını, marağını nəzərə alıram. Və 4 öyrənmə tərzimiz var. Vako. Vako nədir? V, vizual görüntü. A, audial eşitmək. Kinestetik, yəni toxunaraq oxuyub anlamadır axırda. V nədir? Vizual. Məsələn, elə uşaq deyir ki, müəllimə, siz danışırsınız, mən eşitmirəm. Yəni yaxşı başa düşmürəm. Mənə şəkillərlə göstərin. Əyani vəsaitlərlə göstərin. Bu olur vizual, yəni görüntü. Audial isə bir də görürsünüz, elə uşaq deyir ki, müəllimə, mən eşidərək yaxşı anlayıram. Mənə danışın ki, mənim başımda, yəni yaddaşımda qalsın. Bu da olur audial, eşidərək öyrənmə. Oxuyub anlamaq isə müəllimlər, bu məktəbə aiddir, bağçaya aid deyil. Kinestetik isə toxunaraq öyrənir. Məsələn, uşaq toxunur, bərkdir, yumşaqdır, qurudur, yaşdır. Bunları öyrənir, kinestetikdir. Bir də müəllimlər, əgər biz əyləncəli oyunlar keçiririksə, bu da uşaq yönümlü didaktik prinsipə aiddir. Sonra, məsələn, deyirəm ki, uşağın yaş səviyyəsini nəzərə alıram. Bu da uşaq yönümlü didaktik prinsipdir. Sonra gəlir, bir də müəllimlər, bunu unutdum deməyə, diaqnostik qiymətləndirməmiz aiddir uşaq yönümlü didaktik prinsipə. Sonra şəxsiyyət yönümlü didaktik prinsip gəlir. Şəxsiyyət yönümlü didaktik prinsip uşaqlarda zəruri həyati bacarıqları formalaşdırmaqdır. Zəruri həyati bacarıqlarda 4 dənədir. İdraçdır, ünsiyyətdir, psixomotordur, dəyərlərə hörmətdir. Baxın, müəllimlər, uşaq əgər şəhidlərin qəbri üstünə gedirsə və yaxud da muzeylərə gedirsə və yaxud da bayraq yerə düşürsə, onu götürüb masanın üstünə qoyursa, bu şəxsiyyət yönümlü didaktik prinsipdir. İdraçdır, dərk etməkdir, anlamaqdır, ünsiyyətdir, izah etməkdir, şərh etməkdir. Psixomotor bacarıqlar isə rollu oyunlardır, nə isə quraşdırmaqdır, kiçik motorikadır, böyük motorikadır, bunlar aiddir. Sonra dəyərlərə hörmət edir uşaq. Məsələn, muzeylərə gedir, şəhidlərin qəbrinin üstünə aparırıq, gül qoyuruq. Bu nədir müəllimlər? Dəyərlərə hörmət. Sonra inkişaf yönümlü didaktik prinsip müəllimlər burada deyir ki, uşaqları qiymətləndir. Deyir, uşaqların nailiyyətlərini davamlı qiymətləndir. Yəni, qiymətləndirmə yolu ilə onların bilik bacarıqlarını təmin et. Yəni, qiymətləndir uşaqları. Formativ qiymətləndirmə aiddir inkişaf yönümlü. Yəni, deyir ki, tutaq ki, biz uşağa tapşırıq vermişik, uşaq həmin tapşırığı işləyib, gətirib bizə də, müəllimə məni qiymətləndirsin. Biz də deyirik, ged otur yerində, mən səni qiymətləndirmirəm və yaxud da yola verir uşağı. Belə etmək olmaz. Yəni, uşağı inkişafdan saxlayırıq. Uşağın yəni ki, inkişafına töhfə vermək lazımdır. Yəni, kiçik də olsa uşağın uğurunu dəstəkləmək lazımdır. Açar sözdə burada uşağın nailiyyətlərinin qiymətləndirilməsidir.
Sonra gəlir dünyəvilik, müəllimlər. Dini təbliğə yol verməmək. Məsələn, tutaq elə müəllimlər olur, gedir hicabdan danışır ya nəsə. Biz deyə bilərik, bizim dinimiz İslam dinidir uşaqlar, amma uşaqlar hicab bağlayın qızlar, hicab məsələn namaz qıl. Əlbəttə belə yəni demək olmaz, dini aşılamaq olmaz və yaxud da ki, başqa dindən olan uşaq gəlib biz o uşağa qərəzli yanaşırıq. Belə olmaz. Əlbəttə dünyəvi didaktik prinsip pozuruq. Hər bir uşaq bizim üçün eynidir. Yəni başqa dindən də gəlsə hər bir uşaq bizim üçün eynidir. Yəni nə olsun ki, bizim dinimiz İslam dinidir. Başqa dinlərə də əməl etməliyik, hörmət etməliyik. Sonra gəlir tələb yönümlü didaktik prinsip. Yəni dövrlə ayaqlaşdırır. Dövrün tələblərinə uyğunlaş, İKT vasitələrindən istifadə et, tələbləri nəzərə al, kompüterdir, proyektordur, bunlarla məşğələni keç. 4K, baxın müəllimlər, 4K bacarıqları, kreativlik, yaradıcılıq, kritik tənqidi düşünmə, kooperasiya, əməkdaşlıq deməkdir, kommunikasiya da ünsiyyət deməkdir. Yəni deyir 4K bacarıqları bunlardır, bunlar da uşaqlarda formalaşdır. Sonra varislik. Deyir ki, varislik sadədən mürəkkəbədir. Baxın, müəllimlər, sizə belə bir məsəl çəkirəm. Deyirəm ki, tutaq, orta qrup bilirsiniz, 3-4 yaşlı uşaqlar 3 dairəsində saymağı bilirlər. Müəllimlər, biz gedib uşağa 10 dairəsində öyrədə bilərik. Əlbəttə öyrədə bilməli. Proqram bizə 3 dairəsində verib. Yəni artıq biz onda varislik didaktik prinsipini pozuruq. Çünki varislik didaktik prinsipi deyir ki, uşağa sadədən mürəkkəbə öyrət. Yəni asandan başda sonra çətinə keç də, yəni yaşına uyğun. Baxın, mən uşaq yönümlü didaktik prinsipdə dedim ki, əgər müəllim uşağın yaş səviyyəsini nəzərə alınmırsa, uşaq yönümlü didaktik prinsip pozur. Amma mövzu ilə yaş səviyyəsini nəzərə alınmırsa, mövzunu da nəzərə alınmırsa, yaş səviyyəsini də nəzərə alınmırsa, yəni mövzu ilə yaş uyğunluq təşkil etmirsə, deməli, varislik didaktik prinsipi pozulur. Yəni asandan çətinə biz getməliyik də belə. İnteqrativlik prinsipi də əlaqələndirmək deməkdir. Məşğələlərimizi əlaqələndirə bilərik, həyatla əlaqələndirə bilərik. Məsələn, tutaq ki, uşaqlara 3 dairəsində keçirəm də riyazi hesablamaları. Məsələn, 1, 2, 3 uşaqlara idrakın inkişafında keçirəm. 2.3 əsas standartında keçirəm. Estetik yaradıcıda uşaqlar rəqəmləri rəyləyirlər. Bu nə olur, müəllimlər? Əlaqələndirmə olur, inteqrativlik olur. Yəni mən idrakla estetikə əlaqələndirdim. Oldu inteqrativlik didaktik prinsipi. Sonra gəlir Azərbaycançılıq. Azərbaycançılıq da uşaqlara vətənpərvərlik ruhunda tərbiyə etməkdir. Məsələn, deyirik, uşaqlar bayrağımızın 3 rəngi var, göy, qırmızı, yaşıl. Sonra ortasında ay ulduz var, bayrağımızın, sonra gerbimiz var. Uşaqlar, vətənimiz haradır? Azərbaycandır, paytaxtımız Bakıdır. Baxın, bizim məsələn dövlət rəmzlərimizi bayraqdır, himdir, gerbdir uşaqlara formalaşdırırıq. Bu da olur Azərbaycançılıq didaktik prinsipi. Əgər məlumat verirəmsə Azərbaycançılıq didaktik prinsipdə, uşaq əməl edirsə, məsələn, yenə də deyirəm, yerə bayraq düşürsə, onu aparır, qoyursa mizin stulun üstünə. Bu olur şəxsiyyət yönümlü. Belə müəllimlər, mövzumuz bura qədər. Yəni çox asan mövzu didaktik prinsiplər. Açar sözlərlə dedim, qeydinizi götürəsiniz və aşağıda da yəni